Sənlə Ukrayna ilə Rusiya savaşırsa, mənim belə deyək, kənd təsərrüfatı mallarım niyə Rusiyaya getməməlidir ki? Düzdür, burada mənim nə adiyyatı var? Yəni bax, ağıllı məntiq budur. Amma vətəndaşlarımız nə düşünür? Hə, burada xeyirlə şərin müharibəsi gedir. Burada, qardaşlar, bu boş söhbətlərdir. Zelenski o qədər inanıb ki ona, Trump az qala deyirdi ki, biz sizə görə vuruşuruq. Biz dünya demokratiyasına görə vuruşuruq. O Trump da ona açıq dedi, qardaş, sən oturmuşsan 1.60 boyundan dünyanın 3-cü dünya müharibəsinə sürükləyirsən. Açıq şəkildə. Baxın, Trump'ın dediklərini bir il yarım, 2 il bundan qabaq biz buradan deyəndə də bizim cəmiyyət bizi az qala ruspərəst çıxardırdı. Yəni ona görə cəmiyyətimiz istəyirəm ki, baxın, müxtəlif informasiya mənbələrindən məlumat var. Mən Rus kanallarına da baxıram, Türk kanallarına da baxıram, Euronews'a da baxıram, CNN-ə də baxıram. Hər dövlətin, hər qütbün belə deyək, özünün informasiya siyasəti var. Yoxsa Zelenski yaxşı oğlandı, Putin yaxşı oğlandı, Trump pis oğlandı, Biden belə olmur.